Salam, bu videoda bir neçə mərhələdən ibarət olan sualın şərtinə baxacağıq. Sualın şərtində tropik işıqlanma qurşağı daxilində yerləşsin və şimal yarımkürəsində yerləşsin. Yəni, ekvatordan şimal yarımkürəsində və xərçəng tropiki arasında olsun, tropik işıqlanma qurşağı sayılacaq bu. Burada günəş şüalarının maksimum və minimum düşmə bucağı arasındakı fərq 28,5 dərəcədir. Biz bilirik ki, günəş şüalarının maksimum düşmə bucağı tropiklərdə 90 dərəcədir. Minimum düşmə bucağını isə bilmirəm nə qədərdir, x və bərabərdir bu 28,5 dərəcəyə. Daha sonra minimum günəş şüalarının düşmə bucağını tapmaq üçün də x də buradan bərabərdir. 90 çıx 28,5 o da 61,5. Demək ki, minimum düşmə bucağı 61,5, maksimum isə 90-dır. Daha sonra günəşin minimum düşmə bucağının düsturun bilməliyik. 90 çıxaq x. İndi bizə burada x nədir? Bu paraleldir. Paraleli tapırıq. Çıxaq 23,5 bərabərdir 61,5. Buradan da deməli 66,5 çıxaq x bərabərdir 61,5. X də bərabərdir 5. Demək ki, 5 dərəcə şimal enliyidir. Daha sonra 5 dərəcə şimal enliyi və meyilliyi də 6 dərəcədir. Demək ki, düzənliyin şimal istiqaməti meyilliyi də 6 dərəcədir. 6-dırsa bu formada çəkək, 6 dərəcədir. Gəlib çıxırıq 11 dərəcə şimal enliyinə. Ən qısa yollarından izah edirəm. Və bu düzənliyə günəş şüalarının düşmə bucağı 80 dərəcə olan zaman. 80 dərəcə olan zaman onu necə tapacaq? Onu da deməli 90 veriləni çıxacaq, 80 bərabərdir 10. 10 dərəcə. Daha sonra üzr istəyirəm. Daha sonra 11-dən 10 dərəcə şimala gedirik. Gedib çatırıq 21 və 11-dən 10 dərəcədə cənuba gəlirik. 1 dərəcə şimal enliyi. 21 1. İndi bunlar arasında deyir ki, ola biləcəyi paralellər arasında. Yəni, günəş 80 dərəcə hansı paralellərə düşə bilər? Bir 21-ə, bir də 1 dərəcə şimal enliklərinə. Daha sonra burada bunlar arasındakı məsafəni miqyasla verib, bizə xəritədəki məsafəni soruşur. Biz 21-dən 1-in çıxdıqda, çünki şimal yarımkürəsində yerləşdiyi üçün eyni yarımkürədə deyə bunları çıxmaq məcburiyyətindəyik. 21-dən 1-in çıxırıq, qaldı 20. 1 dərəcəlik, deməli, meridian qoşunun uzunluğunu tapmaq üçünsə, bunlar arasında ümumiyyətlə nə qədər fərq var, onu bilməliyik. Bunu da qayda formasında 111-ə vururuq, eləyəcək 2220. Yox, 2220. 2220. Daha sonra bizim demək ki, 21 dərəcə şimal və 1 dərəcə şimal enlikləri arasında 2220 kilometr fərq var. İndi bu xəritədə neçə santimetr olar? Miqyasımızı verib, demək ki, 1, 2, 3, 4, 5. 5 dənə 0 sildikdə bizə qalır 50 kilometr. 2220-ni də deməli 50 kilometrə böldükdə bərabərdir. Buradan sıfırlar ixtisar etsək, 222-ni də 5-ə böləcəyik və burada da qalacaq təqribi 44,4. Demək ki, sualımızın doğru cavab B variantı.